Salam, değerli kanal izləyiciləri. Bugün sizlərə MİQ və sertifikasiya imtahanlarında ən çox rastlaşa biləcəyiniz 40 sualı izah edəcəm. İzaha keçməzdən öncə kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Dərslərə qoşulmaq üçün 070 235 1325 əlaqə nömrəmizə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçid alaq izaha. Badminton idman oyununda meydança seçimi və servis başlanması nəyə əsasən təyin olunur? Düzgün variantımız C variantıdır. Təbii ki də badminton idman oyununda həm meydança seçimi, həm də servis başlanması püşatma yolu ilə keçirilir. Dərsdə voleybol oyununda topun şagirdin üzünə dəyməsi nəticəsində baş verən burun qanaxması zamanı müəllimin göstərdiyi ilkin tibbi yardım qaydalarına aid deyil. Gəlin öncə xatırlatma eləyək ki, hər hansı bir oyunda burundan qanaxma zamanı hansı ilkin tibbi yardım göstərilir. Məsələn, həmin bu zaman zədə alan başını aşağı tutmalı və yaxası açılmalıdır. Burnun üstünə və boyun ardına soyuq kompres qoymaq lazımdır. Burnun içərisinə isə hidrogen peroksid hopdurulmuş tənsil piltə qoyulur və burnu silmək və yaxud da onu dəsmalla sıxmaq olmaz. İndi isə bizim burada yanlış variantımız isə D variantıdır. Yəni burun dəliyinə pambıq tıxamaq. Bu bizim yanlış variantımızdır. A variantında qeyd olunub, şagirdin burnunu 5-10 dəqiqə sıxıb saxlamaq. B variantı. Başın biraz önə əyərək qanın az miqdarda axmasına nail olmaq. Bəli. C variantı. Qanaxma zamanı qanaxma dayanmadıqda təcili yardım çağırmaq. Bəli. Y variantı. Burnun üst hissəsinə, ənsə sümüyü üzərinə soyuq kompres qoymaq lazımdır. Bəli, bu da tamamilə doğrudur. Yanlış variantımız isə D variantıdır. Komandalı fəaliyyət zamanı şagird oyun qaydalarına riayət edir, öz hərəkətlərində korreksiyalar aparır. Neçənci məzmun xəttinə aiddir? Burada düzgün variantımız A variantıdır. Yəni 4-cü məzmun xəttinə aiddir. Və yadımıza salaq 4-cü məzmun xəttimiz hansı idi? Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşdırılması idi. Oyuncu meydana gəlməzsə 15 dəqiqə gözlənilir. Minimum 5 oyuncu olmazsa basketbolda hakim nə qərarı verilir? Burada düzgün variantımız B variantıdır. Yəni komanda texniki məğlubiyyət alır. Əlbəttə oyuncu meydana gəlməzsə onu 15 dəqiqə gözləyirlər. Lakin minimum oyuncu heyətində 5 nəfərdən az oyuncu qalarsa onda da komandaya texniki məğlubiyyət verirlər. Voleybol idman oyununda yer dəyişmə zamanı bir nömrəli oyuncu neçənci zonaya keçir? Burada yerləşmə ilə yer dəyişmə sözünün bir çoxu qarışdırır. Lakin voleybol idman oyununda komandanın oyuncuları meydanda saat əqrəbinin əksi istiqamətinə düzülür, yer dəyişməni isə saat əqrəbinin hərəkəti istiqamətinə edirlər və nəticədə bir nömrəli oyuncu 6-ya keçir. Düzgün variantımız Y variantıdır, 6. Şagird fəaliyyət zamanı inadkarlıq və cəsarət nümayiş etdirir. Burada cavab hansı məzmun xəttini reallaşdırır? Təbii ki də 4-cü məzmun xəttini reallaşdırmış olur. Düzgün variantımız isə D variantıdır. Sürət güc hərəkəti qabiliyyətinin tərkib komponentləri hansılardır? A variantı. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi və maksimal qaçış. Bu, sürət hərəkəti qabiliyyətin komponentləridir. B variantı. Sürətli qüvvə, sürət. Bəli, bu, sürət güc hərəkəti qabiliyyətinin tərkib komponentləridir. Düzgün variantımız B variantıdır. Gəlin digər variantlara nəzər salaq. C variantında qeyd olunub, oynaqların mütəhərrikliyi əzələ bağ aparatının elastikliyi. Bu,
bədən əyilmə qabiliyyəti, yəni bəyin tərkib komponentləridir. D variantı koordinasiya, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf olunan vaxt. Bu çevikliyə aiddir. Y variantı ümumi qüvvə və qüvvə dözümlüyü. Bu da qüvvə hərəkət qabiliyyətinə aiddir. Düzgün variantımız B variantıdır. Aşağıdakılardan hansı doğrudur? A variantı 100 metr qaçış sürəti yuxarı startdan başlayır. Xeyr, aşağı startdan başlayır. B. 100 metr və 400 metr qaçış aşağı startdan başlayır. Bəli, 400 metr, 100 metr, 200 metr, 300 metr, yəni 100 metrdən 400 metrə qədər və 400 metr də daxil olmaqla bu qaçış aşağı startdan başlayır. C variantı aşağı startda qəlblərdən istifadə olunmur. Bəli. D variantı 800 metr aşağı startdan başlayır. Xeyr, axı biz dedik 100, 200, 300, 400 bunlar aşağı startdan başlar. Artıq 800 metr aşağı start yox, yuxarı start sayılır. Y variantı isə heç biri yazılıb, lakin burada düzgün variantımız isə B variantıdır. Şagirdlərdə hərəkət qabiliyyətləri formalaşdırmaq üçün hansı məzmun xəttini inkişaf etdirmək lazımdır? Təbii ki, C variantı olan 3-cü məzmun xəttini formalaşdırmaq lazımdır. Diqqətinizə çatdırım ki, mən qeyd etmişdim, bundan öncəki videolarımda da demişdim ki, əgər hərəkət qabiliyyətin adı və yaxud da hərəkət qabiliyyətinin tərifi keçirsə, bu birbaşa olaraq 3-cü məzmun xəttinə aiddir. Oturmuş vəziyyətdə dizlər yerdə topun uzağa atılması sürət güc hərəkət qabiliyyətinin hansı ətraf əzələsini inkişaf etdirir? Təbii ki, burada oturmuş vəziyyət deyirsə, A variantı olmayacaq, çünki aşağı ətraf yazılıb. Bəli, düzgün variantımız isə yuxarı ətrafdır. Sağlam damaq müxtəlif xəstəliklərdən tez sağalmaq üçün lazım olan vitamin hansıdır? Burada düzgün variantımız D variantıdır, yəni C vitamini. Sağlamlığın hansı səviyyələri mövcuddur? Burada düzgün variantımız C variantıdır. Bioloji, sosial, şəxsi. İndi isə izah edək. Bioloji sağlamlıq nədir? Bioloji sağlamlıq orqanizmin özünü tənzimləmə sistemlərinin ahəngdar işinə əsaslanır və bu da insan fəaliyyət sahəsinin tələblərinə və təbii şəraitə uğurla uyğunlaşmağa imkan verir. Sosial sağlamlıq nədir? Yəni, insanın təhsildə, işdə, cəmiyyətdə və yaxud da mədəni həyatda ictimai fəallıq dərəcəsini və yaxud da dünyaya münasibətini özündə əks etdirir. Şəxsi sağlamlıq isə hər hansı, yəni xəstəlik və fiziki qüsurların aradan qaldırılması, onların qarşısının alınması və profilaktikasını özündə əks etdirir. Məsələn, həyat tərzi, irsiyyət, xarici mühit və s. tibbi xidmət, bunlar hamısı sağlamlığa təsir göstərən amillərdir. Düzgün variantımız C variantıdır. 1920-ci ildə təqdim olunan Olimpiya bayrağı ilk dəfə hansı şəhərdə nümayiş olunmuşdur? Təbii ki də burada düzgün variantımız B variantı olacaqdır. Antwerpen. Basketbolda oyun zamanı topun səbətə düşməsi hansı hallarda 3 hal olaraq qiymətləndirilir? Burada düzgün variantımız C variantı olacaq. 6.75'lik zonadan arxada atıldıqda. Əgər burada 2 hal olaraq qiymətləndirilir sözü yazılsaydı, düzgün variant olaraq 6.75'lik zonanın daxilindən atılan atışlara görə 2 hal veriləcəkdir. Düzgün variantımız isə 3 hal olduğu üçün C variantıdır. Sıra hərəkətləri hansı qruplara bölünür? Sıra hərəkətləri 4 qrupa bölünür. Onlardan sıra fəndləri 2, 4 düzülüş və yenidən düzülüşlər, 6
irəliləmələr və 8 seyrəlmələr və sıxlaşmalar. Düzgün variantımız B variantıdır. 2, 4, 6 və 8. Handbol idman oyunu neçənci ildə və kim tərəfindən yaradılmışdır? Düzgün variantımız elə A variantıdır. 1898-ci ildə Holger Nilsson tərəfindən yaradılmışdır. Handbol sözünün mənası nə deməkdir? A variantı. Ayaq topu. Xeyr, bu futbol idman oyununa aiddir. B variantı. Əl topu. Bəli, handbol sözünün mənası elə əl topu deməkdir. C variantı. Səbət topu. Bu, üçün-üçə basketbol və böyük basketbola aiddir. D. Uçan top. Bu, voleybol idman oyununa aiddir. Y. Türk topu isə bildiyimiz valan, yəni badminton idman oyununda istifadə olunan top deməkdir. Futbol idman oyununun Azərbaycanda yaranma tarixi neçənci ilə təsadüf edir? Gəlin xatırlatma eləyək ki, futbol idman oyunu İngiltərədə 1863-cü ildə yaradılmışdır. Bəs Azərbaycanda neçənci ildə yaradılmışdır? Təbii ki, 1911-ci ildə yaradılmışdır. Düzgün variantımız A variantı. İnkişaf etdirilməsi psixi proseslərin, yaddaşın, düşüncənin, hərəki təsəvvürün yaxşılaşmasına səbəb olur. Nöqtələrin yerinə hansı hərəki qabiliyyət olduğunu demək lazımdır. Düzgün variantımız isə çeviklikdir, yəni C. Körpü vəziyyətində əllərlə topuqlardan tutmaq hansı hərəki qabiliyyəti inkişaf etdirilir? Gördüyünüz kimi burada idmançı körpü vəziyyətində əllərin isə topuqdan tutub. Deməli, düzgün variantımız əyilgənlik olacaqdır. D variantı. Oyun ərzində bir futsal komandasında neçə oyuncu qalarsa komandaya məğlubiyyət verilir. Burada düzgün variantımız B variantıdır. Yəni 2 oyuncu qalarsa komandaya texniki məğlubiyyət verilir. Bəs oyunda neçə nəfər olmalıdır ki, oyun başlansın? 5 əsas oyuncu olmalıdır. Yəni oyuncu 14 nəfər olur. Onun 5-i əsas, 9-u isə ehtiyat oyuncu sayılır. Oğlanın çəkisini göstərin. Burada düzgün variantımız B variantıdır. 4.74 və 5.5 qram. Bəs valan demişdi neçə lələkdən ibarətdir? 16 lələkdən ibarətdir. Şahmat taxtası üzərində hərflər və rəqəmlər necə yazılır? Təbii ki, şahmat taxtası üzərində hərflər soldan sağa, rəqəmlər isə aşağıdan yuxarıya yazılır. Düzgün variantımız D variantıdır. Düzülüşdə yerləşənlərin baxdığı istiqamət, tərəf nə adlanır? Düzgün variantımız B variantıdır. Front. Digər yanlış variantlara baxaq. A variantı interval. İnterval nədir? Cərgədə düzülüşdə şagirdlər arasında olan məsafədir. Yəni yan-yana yerləşmiş şagirdlərin çiyinləri arasında 4 barmaq məsafə olur. Cinah. Cinah isə sıranın və yaxud da cərgənin sağ və sol qurtaracağıdır. Dönmələr zamanı isə cinahın adı dəyişmir. Sonuncu. Sonuncu isə sıranın sonunda duran şagirddir. Skolyoz xəstəliyinin aradan qaldırılmasına təsir edən vasitələr. A variantı. Yüksək kalorili qida qəbul etmək. Xeyr. B. Müalicə, bədən tərbiyəsi və fiziki hərəkətlərlə məşğul olmaq. Bəli, düzgün variantımız B variantıdır. C. Qida elementlərindən düzgün istifadə etmək. Xeyr, qida elementlərindən nə qədər də düzgün istifadə etsək də, yəni fiziki hərəkətlərlə məşğul olmasaq, skolyoz xəstəliyini aradan qaldırmasına təsir göstərə bilməz. D variantı. Dərman vasitələrindən istifadə etmək. Bu da eynən C variantında olduğu kimidir. Düzgün variantımız isə B variantı. Uyğunluğu müəyyən edin. Bu sıra hərəkətləri dərsindən olan mövzudur.
1 cinah, 2 front, 3 isə seyrəlmə qeyd olunduğunu görürük. 1-ə aiddir cinah B, yəni cinah sıranın və ya cərgənin sağ və sol qurtaracağıdır. 2 frontdur. Fronta aiddir düzülüşdə yerləşənlərin baxdığı istiqamət. Burada biz cinah və frontun nə olduğunu əvvəlki dərslərimizdən bilirik. İndi isə seyrəlmə ilə tanış olaq. 3-ə isə aiddir A. Seyrəlmə düzülüş zamanı məsafə və intervalın artırılması ilə əlaqədar şagirdlərin fəaliyyətidir. MİQ və sertifikasiya imtahanlarına belə sadə suallardan da sual düşə bilər. Məsələn, Olimpiya himni ilk dəfə neçənci ildə səslənilib? Bəli, burada düzgün variantımız C variantıdır. Olimpiya himni ilk dəfə 1896-cı ildə səsləndirilib. Atletikada start qəliblərinin qurulması neçə cür olur? Burada düzgün variantımız C variantıdır. 3 cür. Qaçış qəlibi aşağı startda qurulur və 3 cür olur. Bunlardan da birincisi adi, 2 yaxınlaşdırılmış, 3-cü isə uzaqlaşdırılmış formada olur. Estafet ağacının ötürülməsi fazasına aid olanı göstərin. Burada düzgün variantımız sürətlənmə fazasıdır, yəni C variantıdır. Və fazalar isə 3 mərhələdən ibarətdir. Hazırlıq, sürətlənmə və ötürmə. Basketbol idman oyununda hücuma neçə saniyə vaxt verilir? Təbii ki, basketbol idman oyununda hücuma 24 saniyə vaxt verilir. Düzgün variantımız D variantıdır. Bəs 3-ün 3-ə olan basketbol idman oyununda hücuma neçə saniyə vaxt verilirdi? 12 saniyə. Burada isə düzgün variantımız D variantıdır. Basketbolda bir komanda topu öz meydanından rəqib yarım sahəyə neçə saniyə ərzində keçirilməlidir? Təbii ki, 8 saniyə ərzində. Düzgün variantımız B variantıdır. Və 8 saniyə bizə daha hansı idman oyununu xatırladır? Təbii ki, voleybol idman oyununu xatırladır. Voleybol idman oyununda da oyunçu 8 saniyə ərzində servis atışını yerinə yetirilməli idi. Xarici kömək olmadan yerinə yetirilən əyilmələr hansı hərəkə qabiliyyəti inkişaf etdirir? Təbii ki, xarici kömək olmadan yerinə yetirilən əyilmələr deyirsə, bu bədən əyilmə qabiliyyətinə aiddir və onun bədən əyilmə qabiliyyətinin 2 növü olduğunu bilirik, fəal və qeyri-fəal. Xarici kömək olmadan deyirsə, idmançının öz əzələ gücü hesabına yerinə yetirir və bu da fəal əyilgənlik olacaqdır. Yəni C variantı. Bəq. İp, halqa, top, güz, lentlə yerinə yetirilən rəqs xüsusiyyətli hərəkətlər daxildir. Beynəlxalq Gimnastika Federasiyasının növü hansıdır? Təbii ki, bədii gimnastika. B variantı. Gimnastika alətlərində, yəni turnik, paralel qollarda yerinə yetirilən hərəkətlər əsasən hansı hərəkə qabiliyyəti inkişaf etdirir? Bəli, burada turnik və paralel qollar deyirsə, birbaşa qüvvə hərəkə qabiliyyətinə aiddir. B variantı. Tənəffüs və ürək-damar sisteminə yük verən metod hansıdır? Burada metodlarımızı görürük. Düzgün variantımız isə Y variantı olacaqdır. Dəyişkən metod. Onurğanın əyriliyi nə adlanır? Təbii ki, onurğanın esvari əyriliyi skalyoz adlanır. Bəs lardoz nədir? Lardoz Yunan sözü olur və əyilmiş deməkdir. Lardoz ya anadan gəlmə və yaxud da sonradan qazanılmış olur və onurğanın əyriliyi onurğa sütununda bel və omba hissədə olan önə əyrilik deməkdir. Kifoz nədir? Kifoz isə insan onurğasında baş verən
qeyri-normal əyriliklərdən biridir. Yastı pəncəlik. Yastı pəncəlik nədir? Pəncənin və baldır əzələlərinin zəiflənməsi və həddindən artıq yorulması nəticəsində pəncənin aşağı enməsidir. Astenik. Astenik bədən quruluşuna malik yeniyetmələr hündür boya, ensiz, yastılaşmış gövdəyə, nazik sümük və zəif əzələ sisteminə malik olurlar. Düzgün variantımız isə A variantıdır. Skolioz. Şagirdlərin hansı inkişaf göstəriciləri boy, çəki və boy çəki indeksi ilə müşayiət olunur? Yəni, burada düzgün variantımız B variantıdır. Fiziki inkişaf. 1894-cü ildə Olimpiya Xartiyası hansı tarixdə təsdiq edildi? Bəli, 1894-cü il 23 iyun tarixində təsdiq edildi. Düzgün variantımız C variantı. Paris 2024 yay Olimpiya oyunlarında hansı idmançılar qızıl medal qazanıb?